Hörmətli izləyicilərim, 22-ci sualın izahı ilə 11-ci siniflərin imtahanını izahlarına davam edirəm. 22-ci sualda deyilir ki, x kvadrat çıx 10x üzərində gəlsin q bərabərdir 0 şəklində kvadrat tənlikdə x1 çıx x2, yəni köklərin fərqi 6 olarsa, q-nü tapın. Bilirik ki, kvadrat tənlikdə Viet teoreminə əsasən x1 üzərində gəlsin x2, yəni köklərin cəmi əks işarə ilə bu 10-a bərabərdir, yəni x-in qarşısındakına və hasili isə eyni işarə ilə sərbəst həddə, yəni q-yə bərabərdir. Onda mən bu iki bərabərlikdən istifadə edərək tənliyin köklərini tapa bilərəm. Yəni x1 çıx x2 bərabərdir 6, x1 üzərində gəlsin x2 bərabərdir 10. Bunları alt-alta toplasaq 2x1 bərabərdir 16, x1 bərabərdir 8. x1-i 8 tapdıqsa yerinə qoyub x2-ni tapsaq, x2 eləyəcək 2. 8-dən 2 çıxanda 6 eləyəcək. Bunları tapdıqsa onda q-nün qiyməti x1 vur x2 hasilində bərabərdir və 8 vurulsun 2 bərabərdir 16. Deməli, q-nün qiyməti 16 imiş. Daha sonra baxıram 23-cü sualın izahına. 23-cü sualda deyilir ki, A, B və AC A nöqtəsindən çevrəyə çəkilən toxulanlardır və BC-nin isə qiyməti 20-yə bərabərdir. AB və AC-nin qiyməti isə 15-ə bərabərdir. Və bu şərtlər daxilində çevrənin radiusunu soruşur. Çevrənin radiusunu ilk öncə çəksək, bu şəkildə, bu mərkəzi olsa, çevrənin bu da radius olsa, onda bu BOC üçbucağı alınır. Və biz o nöqtəsindən A-ya, bax bu çöldəki A nöqtəsindən bir xətt çəkə bilərik. O A düz xəttini çəkə bilərik. Bu düz xətt həm BC parçasını 2 yerə bölür. Tutaq ki, bura bir K yazaq. Bunları həm 2 yerə bölür və bax bu A bucağını da 2 bərabər hissəyə bölür. Yəni tən bölən olur. Və biz baxsaq ki, həm də ki, bura nə olur? Perpendikulyar olur. Həm də OK bu üçbucağın perpendikulyarı olur. İndi baxırıq nəyə? Bilirik ki, radiusdan çevrənin toxunanına, baxın, radius çəksək, mərkəzdən çevrənin toxunanına radius çəksək, 90 dərəcə olur. Onda baxırıq ki, burada OBA və OCA 2 dənə düzbucaqlı üçbucaq alınır. Və bu düzbucaqlı üçbucaqların katetlərini tapmaq olar. Burada OA kvadratı, yəni hipotenuzun kvadratı bərabərdir. OB-nin kvadratı üzərinə gəlsin AB-nin kvadratı. Əgər bu OB-yə bir x desəm, yəni radiuslara x desəm, onda yazıram ki, OA bərabərdir. Kök altında x-in kvadratı üzərinə gəlsin 225. Daha sonra baxıram OBA düzbucaqlı üçbucağına. Burada BK nədir? Hündürlükdür. Çünki nədir burada? Baxın, 90 dərəcə işarə var. BK hündürlükdür. Onda bu düzbucaqlı üçbucağın hündürlüyünü tapsam, eyni zamanda OCA-nın hündürlüyünü tapmış olaram. Çünki buradan bax, keçən bu OA düz xətti buranı 2 bərabər hissəyə bölür. Onda baxın, bu katetlər bərabərdir, hipotenuzlar bərabərdir, bu katetlər də bərabərdir. Deməli, bunların hündürlükləri də bir-birinə bərabər olacaq. Onda BK-nı tapsaq, BK bərabərdir, katetdən hasili bölsün hipotenuz. Yəni, OB vurulsun AB bölünsün OA. Və mənə lazımdır OA-nın digər bir ifadəsini tapmaq. Ona görə OA-nı bərabər edirəm nəyə? OB vurulsun AB bölünsün BK. Onda qiymətləri yerinə qoysaq, OB-nin qiyməti x-dir. AB-nin qiyməti 15-dir. BK-nın qiymətini buradan bilirik. BC əgər ümumi 20-dirsə, 2 bərabər hissəyə bölünürsə, bunlar olacaq 10. Bunun da qiyməti olur 10 və bunları 5-ə ixtisar eləsək, qalacaq 3x bölünsün 2. Deməli, OA-nın qiymətini tapdıq 1, x kvadrat plus 225, bir də tapdıq 3x bölünsün 2. Onu bir-birinə bərabər edək. 3x bölünsün 2 bərabərdir. X kvadrat üzərində gəlsin 225, amma kök altda. Və bunu kökdən azad eləmək üçün hər tərəfi kvadrata yüksəldirik. Böl 4 bərabərdir. X kvadrat üzərində gəlsin 225.
Daha sonra bunları 4'ü çarpaz bir ifadəyə vursaq alınacaq 9x-in kvadratı bərabərdir. 4x-in kvadratı üzərində gəlsin 225. 4x kvadratın sol tərəfə keçirsək 9x kvadrat çıx 4x kvadrat olur və olur 5x kvadrat bərabərdir 225. Buradan x kvadrat bərabərdir 225-i 5-ə bölsək alınacaq 49. Üzr istəyirəm. 45. X da bərabərdir kök altında 45. Və kök altında 45-dən də çıxır 3 kök altında 5. Demək, x-i tapdıq 3 kök altında 5. X da bizim burada radiusun qiyməti idi. X olacaq 3. Deməli, radius olacaq 3 kök altında 5.